Salam əziz izləyicilər, salam əziz dostlar. Bugün noyabr ayının artıq biridir. 35 günə yaxındır ki, Qarabağda müharibə başlayıb və müharibə davam edir. Bu müharibənin fonunda bütün Azərbaycan xalqının övladları, ümumiyyətlə hər iki tərəf, həm Ermənistan tərəfi, həm Azərbaycan tərəfi çoxlu itkilər verib. Biz əlbəttə ki, bu müharibənin nəticələri, yəni bu müharibənin nəyə görə apardıqları barəsində bəzi suallara sizə, yəni bizə olunan suallara cavab vermək üçün bugünkü gündə studiyamıza Germaniyada, yəni Almanya Federativ Respublikasında mühacir həyatını sürən, milliyyətcə tat olan Nicat İmran qardaşımızı dəvət elədik və onunla bir neçə, yəni bir saat ərzində bəzi suallara birlikdə sizlərə cavab verməyə qərarına gəldik. Salam olsun sizə Nicat qardaş. Salam, hər vaxtınız. Salam verirəm sizin də, izləyicilərə də. Təşəkkür edirəm, gəldim. Nicat qardaş, şərhə ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda gedən bu müharibə, yəni bu Qarabağda gedən müharibə artıq bir aydan çoxdur davam edir və nəticə etibarilə görsək ki, burada bir-iki rayon, belə deyək də, Azərbaycanın nəzarəti altında keçib və bütün bu 3-4 rayonu nəzarət altına almaq üçün çoxlu sayda itkilər gedib və demək olar ki, itkilərin çox hissəsi hətta dövlət sirri kimi saxlanılır, elan olunmur. Görüləsi odur ki, insanlar qırılıb, əldən gedir. İstərdim ki, birinci sualım sizə bu Qarabağ müharibəsinin bizim regionda gedən geopolitik əhəmiyyətindən və bu müharibənin bu cür gedişatı bizə nələri vəd edir və bu müharibədə maraqlı olan tərəflərin məqsədlərini siz bugün bizim üçün öz bildiyiniz kimi açıqlayasınız və əgər biz sizinlə razılaşıb ya razılaşmadığımız halda öz fikrimizi də deyəcəyik. Buyurun. Bir daha təşəkkür edirəm dəvət etdiyinizə görə. Əslində Qarabağ məsələsi təbii ki, bu təkcə Ermənistan və Azərbaycan arasında gedən bir ərazi problemi kimi də baxılmamalıdır. Təbii ki, rəsmi tərəfi bunun belə olsa da, əslində burada bir sıra istər regionda oyunçuların, istər dünya səviyyəsində olan oyunçuların və güc mərkəzlərinin bir növ meydanı kimi də hal-hazırda. Analoji qaydada vaxtilə Suriyada olub, İraqda olub hadisələr, Libiyada olub və digər ölkələrdə biz bunu görmüşük. Yəni, belə konfliktlərdə hər hansısa bir, belə deyim, iki dövlət arasında və yaxud bir dövlətin içərisində gedən bir proses kimi baxılmamalıdır məsələyə. Çünki orada konflikt varsa və bu 30 ilə yaxın davam edirsə, təbii ki, burada müəyyən oyuncuların olması istisna edilə bilməz. Hələ ki, Qafqaz kimi bir neçə, bir çox, belə deyək, oyuncuların maraqlarının daxil olduğu. Yəni ki, bir regionda bu ümumiyyətlə mümkün deyil. Çünki əgər ki, regionda maraqları olan dövlətlərin buna qarşı hər hansı bir etirazı olsaydı və ya ki, bu belə ümumi bir razılıq olsaydı ki, burada hər hansı bir konflikt baş verməsin, təbii ki, bu baş verməsin. Görürük ki, burada hal-hazırda maraqların toqquşması baş verir. Təbii ki, burada Birləşmiş Krallıq da var, burada Türkiyə, Rusiya, İran, müəyyən mənada daxil Birləşmiş Ştatlarını da götürə bilərik, Avropa İttifaqını da götürə bilərik. Yəni, hər bir tərəfin özünün müəyyən dərəcədə burada maraqları var. Məsələn, Birləşmiş Krallığın adını mən boş yerə çəkmədim. Çünki biz bilirik ki, bir neçə ay öncə Türkiyədəki keçmiş Birləşmiş Krallığın səfiri
Birləşmiş Krallığın hal-hazırda Kəşfiyyat İdarəsinin rəhbərliyinə gətirildi. Və həmin şəxs özünün Türkiyəyə olan simpatiyası, Azərbaycana olan simpatiyası və açığı bir qədər də burada təkcə simpatiya məsələsi də deyil, bir qədər qərəzli mövqedə olması. Yəni ki, belə deyilək, perspektivdə hətta Azərbaycan və Türkiyənin vahid dövlət olaraq birləşməsinə isti münasibət göstərməsi, böyük Türk dövlətinin yaranması məsələsi, isti münasibət göstərməsi ilə yəni asan çıxarmış insandır. Və çox maraqlıdır ki, hələ konflikt artıq başa çatmamış, Zəngilanda müəyyən qızıl yataqlarının olması və bu yataqların Birləşmiş Krallığa məxsus şirkət tərəfindən mədən sənayesinə cəlb edilməsi ilə bağlı müəyyən xəbərlər də yayılır. Görükür ki, bu məsələni nəzərdə tutmaq lazımdır. Digər tərəfdən təbii ki, burada Türkiyəni də yaddan çıxartmamalıyıq. Xüsusilə burada mən onu qeyd etmək istəyirəm ki, Azərbaycan hal-hazırda aktiv şəkildə istifadə etdiyi bu pilotsuz qurğular ki var, Bayraktar. Həmin o Bayraktar şirkətinin rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın kürəkənidir. Yəni bu bir növ hardasa ailə biznesi məsələsi də var ortalıqda. Burada digər tərəfdən təbii ki, Rusiya faktoru da var, Rusiya-Ermənistan münasibətləri məsələsi də var. Bunu da nəzərdən qaçırmaq lazımdır. Biz bunu unutmaq lazım deyil ki, son müddətdə Ermənistanda kifayət qədər anti-Rusiya meylləri güclənmişdi. Müəyyən qədər Rusiyanın təmkinli davranması, müəyyən qədər bir növ hadisələrə qarışmamasında da bunun rolu var. Təbii ki, məsəl üçün İran da burada müəyyən mənada oyunçudur. Çünki onun sərhədlərində baş verir bu konflikt. Nəzərə almaq lazımdır ki, istər erməni icması, istər Türk icması, istər Azərbaycan Respublikasında yaşayan digər xalqlar olsun ki, Qarabağ konfliktində çox aktivdirlər və əsas kütlələrdən birini təşkil edirlər. Bu taxtlar olsun və xalışlar olsun. Onlar həm də İran İslam Respublikasında yaşayırlar. Yəni, Qafqazda bu Ermənistan və Azərbaycan arasında edən konflikt bu İran İslam Respublikasının içərisinə də sıçraya bilərdi. Və bu, orada da müəyyən dərəcədə gərginliyə səbəb ola bilərdi hətta. Ən azından biz bunu Gürcüstan nümunəsində görə bilərik ki, məsələn, Cavahircə ərazisində ermənilər kifayət qədər belə deyək, aktiv şəkildə mitinglər təşkil etdilər, müəyyən yardımların toplanılması və s. hadisələri baş verdi. Eyni qaydada Marneuli və Tbilisində ki, Azərbaycanlı Türk icması da yəni, bunu təşkil etmiş oldu. Hərçənd məsəl üçün Gürcüstan modelində əgər biz diqqətlə izləsək hadisələri bunu görə bilərik ki, Gürcüstan Respublikasının vətəndaşı olan ermənilər və Gürcüstan Respublikasının vətəndaşı olan Azərbaycan türkləri daha çox, yəni belə deyil, Ermənistan və Azərbaycan təəssübkeşliyi çəkdilər bu məsələdə. Nəinki Gürcüstan dövlətinin mövqeyindən çıxış etdilər. Əslində bu bir sıra məsələlər barəsində ciddi şəkildə düşünməyə vadar edir. Yəni həqiqətən bu insanlar Gürcüstan Respublikasının vətəndaşlarıdır. Çünki vətəndaşlıq anlayışı təkcə pasportun olası bir məsələdir. Bunu da nəzərə almaq lazım. Təbii ki, burada ABŞ-ın da müəyyən qədər vurğuları var və Avropa İttifaqının da müəyyən qədər yəni ki, diqqətində olan bir məsələdir. Çünki biz bilirik ki, qarşıda seçkilər gəlir. Avropa İttifaqında da bir sıra ölkələrində seçkilər olacaq. Ondan əlavə burada da son dövrlərdə Türkiyə ilə aralarında olan müəyyən problemlər, xüsusilə Aralıq dənizi hövzəsində və digər məsələlərlə bağlı olan narazılıqlarında görə bilərik. Amerika Birləşmiş Ştatlarında prezident seçkilərində və təbii ki, seçici kütləsinin qazanılması və itirilməsi məsələsi var. Təbii ki, bu istiqamətə də baxmaq lazımdır hadisəyə. Ona görə də məsələ təkcə Azərbaycan və Ermənistan arasında ərazi konflikti kimi qiymətləndirilməsi heç də düzgün deyil. Yəni, bu kifayət qədər böyük və ciddi bir məsələ. Elə başa düşürəm ki, demək, siz sözünüzü başa vurdunuz. Mən yenə istərdim ki, qaydam müharibədə gedən demək, bu cür vəziyyətə görünən tərəfi odur ki, bu müharibə, yəni müharibə yolu ilə indi artıq 4 dənə rayon Azərbaycanın nəzarəti altında keçib də, belə deyək də,
demək Zəngilandır, Füzulidir, Qubadlı deyirlər, bir də Cəbrayıl, düzdür? İndi bir də Hadrut da orada deyirlər ki, o da tam yox, yəni yarı bu tərəf nəzarət edir, yarı o tərəf. Bu cür sözlər. İndi biz cəbhədən tam xəbərdar deyilik, müəyyən bizə çatan xəbərləri biz görünən tərəfi budur deyirik. Bir nüansı demək istəyirəm. Məsələ ondan ibarətdir ki, bu rayon məsələsində orada alınan rayonlar ki var, əslində hər bir rayondan bir hissə alınır. Məsələn, bizdə bu elan edilirdi ki, məsələn, Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı şəhərinin üzərində nəzarətin bərpa olunması və ya Füzuli şəhərinin üzərində nəzarətin bərpa olunması bütünlüklə rayonun nəzarət altına alınması mənasına gəlmir. Təbii ki, burada kəndlər də alınır. Yəni, həmin şəhərə qədər olan və ya şəhərin ətrafında olan kəndə qəsəbələr də alınır. Bu var. Ancaq bütünlüklə alınan rayon yoxdur və məsəl üçün, həmin o Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsi ki var, bu istisna deyil. Ona qalsa, məsəl üçün, tutalım ki, bu Tərtər rayonunun müəyyən bir hissəsi bu Subovşan istiqamətində müəyyən irəliləyişlər əldə olunur. Amma o demək deyil ki, Tərtər rayonunun üzərində nəzarət tamamilə bərpa olunur. Yəni, bizdə cəmiyyətdə bu şəhər və rayon anlayışını çox təəssüfli qarşıdırlar. Yəni, şəhərin üzərində nəzarətin bərpa edilməsi o demək deyil ki, bütün rayon üzərində nəzarət bərpa edilir və əslində də baxılsa, yəni, hərbi əməliyyatların getməsi və hərbi əməliyyatlar çərçivəsində irəliləyişlərin əldə olunması təkcə 4 yox, əslində biraz dərindən baxsaq, burada 6 rayon istiqamətini götürülə bilir. Çünki burada həmin o çalaladığımız Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulidən əlavə olaraq Tərtər istiqamətində də müəyyən olaraq və Xocavənd rayonu ərazisində müəyyən olaraq. Demək, İndi mənim məqsədim nə idi sizə? Demək, bu ümumiyyətlə 4 rayon, deyək ki, hamı bütün rayon nəzarət altına alınıb və bu qədər itkilər var. Yenə deyirəm, Azərbaycan, yəni bu Dağlıq Qarabağda bu rayonlar ki var, bunları nəzarət altına götürür. Bu əlbəttə ki, sırf Azərbaycanlılar yaşayan rayonlar olub. Bunu heç kim mübahisə elə bilməz. Sadəcə olaraq müharibədə, yəni bunlar təhlükəsiz zonası deyirlər, zolağı deyirlər, yaratmaq üçün Azərbaycanın bir neçə rayonlarını onda bu cür təhlükəsiz zolağına çeviriblər. Sizcə, indiki halda bütün dünya, beynəlxalq dünya və ümumiyyətlə beynəlxalq mətbuatdan biz görürük ki, bu müharibədə Dağlıq Qarabağın bir status kimi, yəni bir millətin, bir etnos kimi onun statusunu dəstəkləyirlər və bəziləri Kosovo variantı kimi bunu deyirlər, ola bilər. Bütün bunlar bizə nə deyir? Yəni, ola bilər ki, yəni, bu qədər itki verən bir tərəf sonradan ola bilsin ki, ümumiyyətlə bütün bu itkilər, necə deyirlər ki, hədər yerə getsin və bunun heç bir əhəmiyyəti olmasın. Və əsas sual odur ki, bütün bu itkilər, bu 4 dənə rayonu nəzarət altına almaq üçün, yəni, bu lazım idimi? Onsuz da mən bilən kimi ermənilər 5 rayonu müharibəsiz, davasız, şavasız, necə deyərlər, qaytarmağa hazır idilər, plus 2 variantı var idi. Bu barədə sizin fikrinizi bilmək mənim üçün maraqlı olardı. Əslində, yəni ki, bu son hərbi əməliyyatlar çərçivəsində Azərbaycanın rəsmi Bakının nəzarəti bərpa etdiyi ərazilər ki var, orada təkcə etnik Azərbaycanlıların yox, həm də ermənilərin də yaşadığı, yəni Sovet İttifaqı illərində yaşadığı müəyyən kəndlər ki vardı, onlar da üzərində nəzarət bərpa olundu. Xüsusilə də bu Tərtər və Xocavənd rayonları istiqamətində gedən hərbi əməliyyatlar çərçivəsində əldə olunan müəyyən ərazilər ki var, o kənd və qəsəbələrin müəyyən hissəsi Sovet İttifaqı hakimiyyətlərində məhz ermənilərin yaşadığı ərazilər. Yəni ki, hatta statistik məlumatlar var, internetdən girib maraqlanan və ya etiraz olan şəxslər də maraqlanıb dəqiqləşdirə bilərlər. Bu bir. İkinci bir məsələ ondan
ibarətdir ki, Xocavənd rayonu ərazisi, xüsusilə də Hadrut qəsəbəsinin yerləşdiyi ərazi ki var, bu Dağlıq Qarabağ Muxtar Vilayətinin ki, mübahisə predmetidir hal-hazırda, yəni mübahisəli ərazidir, o Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə daxil edilir. Yəni əməliyyatlar təkcə ətrafdakı 5 rayon ərazisindən getmədi. Həmçinin də Tərtər rayonu ərazisindən də getmədilər. Çünki orada bilirik ki, keçmiş Milbəşir rayonu ki var, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Goranboy ərazisi düşür. Goranboy və Tərtər rayonları ərazisinə düşür. Deməli, birlikdə yəni ki, Şamiyan rayonu daha doğrusu, üzr istəyirəm. Şamiyan rayonu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti birgə elan etmişdir müstəqilliyi. Yəni, bu məsələdə mən buna fikir vermişəm, Ermənistan tərəfində də olur, amma ən çox da Azərbaycan tərəfində olan bir məsələ var ki, təkcə Dağlıq Qarabağ Muxtar Vilayəti yox, keçmiş Şamiyan rayonu ərazisi də, yəni ki, konflikt ərazisinə daxil. Yəni, çünki hər iki belə bir subyektin birlikdə Kommunist Partiyası, Mərkəzi Komitəsi, Rayon Komitəsi bu haqda qərar qəbul etmişdir. Qaldı ki, belə deyirəm, məsələ ondan ibarətdir ki, bu qədər itkilərin olması məsələsinə gəldir. İtkilərin olması biraz nə qədər çubuq səslənsə də, müharibə şəraitində olan və müharibə aparan ölkə, yəni hərbi əməliyyatlar aparan ölkə üçün bu normaldır, ümumilikdə itkilərin olması. Ancaq say etibarilə çox olması və əldə olunan nəticə məsələsi var. Yəni, problem bax buradadır. Yəni. Məsələn, Azərbaycan müəyyən qəsəbələr, kəndlər, müəyyən şəhərlər üzərində öz nəzarətini bərpa edib. Yaxşı, bununla bağlı hər hansısa bir plan varmı? Yəni, bu gələcəkdə, məsələn, necə olacaq, məsələn, o məsələsi? Məsələn, orada sosial, iqtisadi, məsələn, infrastruktur və s. Bununla bağlı hər hansısa bir plan düzəldilir. Mən bildiyim qədərlə yox. Əgər belə bir plan varsa da bu ictimai müzakirəyə çıxarılmıyor, yəni insanlarla. Yəni insanlardan soruşulmuyurlar ki, yəni siz neyi necə görmək istəyirsiniz və s. baxın. Yəni bilirsiniz, bu sadəcə olaraq belə deyək, naməlum bir şey uğrunda, yəni məsələ təkcə burada gedib hər hansı bir ərazi üzərində nəzarətin altına almaq məsələsi deyil. Yəni təkcə bu cürə baxılmamalıdır məsələ. Bu nəzarət bərpa olundan sonra və nəzarət altına alınandan sonraki məsələlər var. Yəni, bəziləri məsələ sevinirlər ki, biz orada nəzarəti bərpa etdik. Yəni, əgər düşünürlərsə ki, məsələn, deyək ki, hərbi əməliyyatları başa çatdıqdan sonra sonrasaqda mağlup düşəcəklər, bu alınan məsələ deyil. Oralar ilk növbədə minalardan təmizlənməlidir, infrastruktur yaradılmalıdır və s. Bununla bağlı hər hansı bir plan var mı? Yox, əhaliyə də təqdim edilir. Deməli, bu, belə deyək də, sadəcə olaraq naməlum bir məsələ ilə bağlı aparılmış bir şeydir. Yəni. Təbii ki, yəni, hərbi əməliyyatlar aparılıbsa, burada məsələn, digər bir məsələ çıxır. Mülki əhalinin müdafiəsi məsələsi. Yəni, Azərbaycan tərəfi mülki Bərdə, Tərtər və digər ərazilərdə mülki əhalinin bombalanması məsələsi var. Onların öldürülməsi məsələsi. Təbii ki, bu qəbul edilməzdir. Təbii ki, bu yol verilməzdir. Ancaq burada bir nüans çıxır ki, ortalığa ki, sən müharibə aparan tərəfsən və Azərbaycan dövləti ilk növbədə öz vətəndaşını düşünməlidir. Həmin o, məsələn, Tapqaraboyunlu kəndi var, məsələn, zəhrimizə Goranboy rayonu ərazisində. Düz cəbhə bölgəsində deyil həmin o kənd. Yəni, niyə məsələn, həmin o kənddəki insanlar evakuasiya olunmuyor? Sən bu sən əgər ki, hərbi əməliyyatlar aparmağı düşünürsənsə, sən bunu başa düşməlisən ki, hərbi əməliyyatlar getdikdə təbii ki, məsələn, hər hansı bir rakit zərbəsi orada edinəklər və atəş altında orada qalır. Və ya da məsəl üçün, ümumiyyətlə, həmin insanlarla bağlı müəyyən sığınacaqlar varmı, yəni, cəbhə bölgəsində? Gəncə şəhəri, başa düşdük, böyük şəhər, yarım milyonluq şəhərdir, bu biraz qəliz məsələdir, amma Tərtər rayonudur və ya Bərdə rayonudur və ya Goranboy rayonudur, Yevlax rayonu. Yəni, məsələ burada, yəni, sığınacaqlar varmı? Mən bildiyim qədərlə xeyr. Və ya da məsələn, ən azından biz bu müddət ərzində Xankəndi və Stəpanakert hər iki tərəfində fərqli adlandırır həmin ərazini. Orada biz bir şeyi diqqət etdik ki, məsələn, sirenalar var. Yəni, bombardımandan əvvəl həmin o sirenalar işə düşür. Məsəl üçün, belə bir qurğular həmin o Tərtər, Bərdə, Goranboy, Yevlax rayonlarında quraşdırılıb, deyil. Yoxdur. Niyə yoxdur? Bax, bu sualları vermək var. Yəni, hərbi əməliyyatların keçirilməsi, yəni bu təkcə bir məsələ deyil ki, mən getdim hər hansı bir ərazi.
həmin yolda gedəcək itkilər məsələsi var. Yəni biz burada hesablamışıq ki, bu müharibə elə bir şeydir ki, yəni burada həm maliyyə tərəfindən məsələ, yəni bu məsələyə pul tökülür, yəni bu qədər pul xərclənir bu məsələyə. İkinci bir məsələ də var ortalıqda ki, bu qədər insan tələf olur yəni. Və biz bunun nəticəsində əldə nə edəcəyik yəni? Əldə etdiyimiz nədir yəni? Bu ikisini tərəziyə qoyub müqayisə etməliyik. Problem bundan ibarət. Qaldı ki, yəni Kosovo məsələsinə, Kosovo pretenziyalı Qarabağ məsələsində tətbiq oluna bilərmi və ya yox? Əslində Azərbaycan cəmiyyətində və Azərbaycan dövlətinin də rəsmi bölgündə tez-tez yəni belə bir fikir səsləndirilir ki, ərazi bütövlüyü prinsipi məsələsidir. Qarşı tərəf isə, Ermənistan tərəfi isə xalqların öz müqəddəratını təyin etmək hüququ məsələsidir. Və hər iki bu prinsip beynəlxalq hüquqda var. Yəni hər ikisi qeyd olunur beynəlxalq hüquqda. Və belə bir fikir var Azərbaycan cəmiyyətində ki, təəssüflər olsun. Bu iki prinsip bir-birinə zidd anlayışlardır. Yəni mümkün deyil ki, bu belə deyək də tam təbii şəkildə olsun. Yəni belə bir iddialar var ki, bunu böyük dövlətlər özləri qəsdən yəni həmin o beynəlxalq hüquqa daxil ediblər ki, istədikləri vaxt bu prinsipdən istifadə etsinlər. Lazım gəlmədikdə digər prinsip. Əslində elə deyil. Bu iki prinsipin olması heç bir halda bir-birinə ziddiyyət təşkil etmir. Sadəcə olaraq məsələ ondan ibarətdir ki, yəni əgər biz Viyana konvensiyası, ondan əlavə bir sıra digər konvensiyalar da var ki, Azərbaycan da bunları imza atıb və ratifikasiya edib. Biz onlara baxsaq və həmçinin də əgər ki, Dağlıq Qarabağ konflikti ilə bağlı BMT-nin 4 qətnaməsinə biz baxmış olsaq və diqqətlə olsaq onun originalından. Çünki mən bir çox hallarda fikir vermişəm ki, İngilis dilinin Azərbaycan dilinə və Rus dilinin Azərbaycan dilinə çevriləndə biraz müəyyən poetik ifadələr əlavə edirlər və mənanı cüzi miqdarda olsa dəyişdirməyə çalışır. Sənədlərdə buna yol vermək olmaz. Bütün biz bunlara hamısına baxsaq və ən son əgər biz baxsaq ki, məsələn, deyək ki, Kosovo konflikti ilə bağlı 2008-ci ilin 17 fevral tarixində Kosovo ərazisi Serbiyadan bir tərəfdə qaydada öz müstəqilliyini elan edir. Və bu məsələ beynəlxalq məhkəməyə çıxarılır. Beynəlxalq məhkəmənin rəyi alınmağa çalışılır. Yəni bu məsələdə və 2010-cu ildə Haqa məhkəməsi bununla bağlı öz rəyini verir. Həmin rəydə də biz diqqətlə baxsaq, orada da həmin deməli rəy ki var, orada bir neçə hissələrə bölünür. Orada beynəlxalq hüququn bu məsələyə münasibəti necədir, orada digər məsələlər necədir, hamısı ilə bağlı bir aydınlıq gətirilir. Yəni. Bütün bunlara da hamısına biz diqqətlə baxsaq, biz bunu görə bilərik ki, ərazi bütövlüyü prinsipi odur ki, məsələn, deyək ki, hər hansısa bir dövlət digər dövlətin ərazisini hücum edərək, onun öz ərazisini götürüb zorla birləşdirir. Misal üçün deyək ki, Macaristan dövləti Serbiyaya hücum edir ki, sənin Voyvodina vilayətində Macarlar yaşayır, məsəl üçün. Və həmin o Voyvodina ərazisini işğal edir və öz ərazisini birləşdirir. Bax, bu ərazi bütövlüyünün pozulması halıdır. Amma xalqların öz müqəddəratını təyin etmə haqqı isə hər hansısa bir X dövlətin içərisində yaşayır. Xalqın sərbəst şəkildə öz müqəddəratını təyin edir. Ya həmin respublikanın çərçivəsində, ya həmin respublikadan ayrıca olaraq. Yəni, məsəl üçün deyək ki, burada incə bir məqam var. Məsəl üçün, tutalım ki, Serbiyada əgər nə vaxtsa Voyvodina vilayətində Macarlar ayağa qalxıb desələr ki, biz özümüzün ayrıca dövlətimizi qurmadıq. Bu heç bir halda beynəlxalq hüquqa zidd deyil. Əgər ki, Macaristan hücum edib həmin o Voyvodinanı özünə birləşdirməksə, bəli, bu artıq beynəlxalq hüquqa ziddir, bu ərazi bütövlüyünün pozulması var. Dağlıq Qarabağ konfliktində məsələ biraz qarışıqdır. Yəni. Burada həm Ermənistanın müdaxiləsi məsələsi var. Haqlı və haqsız səbəblərdən. Məsələn, tutalım ki, Ermənistanın müdaxiləsi məsələsi həmçində nəzərə çatdırmaq lazımdır ki, bu BMT ilə bağlı, BMT tərəfindən qəbul olunan qətnamələrdə də öz əksini tapır ki, yəni ki, bir növ Dağlıq Qarabağ ermənilərinin müəyyən dərəcədə belə deyim də, təmsilçiliyi Ermənistana həvalə olunur müəyyən qədər olur. Yəni, həmin o sənəddə göstərilir bu haqda. Təmsilçiliyi deyək və ya da ümumiyyətlə
vasitəçilik deyək, yəni ki, yəni Ermənistan boş-boşuna iştirak etməyib, yəni o beynəlxalq sənəddə göstərilir. İndi biz bunu bəyənirik, bəyənmirik, bizə bu xoşdur, xoş deyil, bu tam ayrı bir məsələ. Amma söhbət beynəlxalq hüquqdan gedirsə, yəni xalqların öz müqəddəratını təyin etmə haqqı ilə ərazi bütövlüyü məsələsi sırf belə. Bir var sən hücum edirsən harasa, o ərazini özülə birləşdirirsən, bu artıq ərazi bütövlüyü prinsipi məsələsi burada üstün. Burada sən onlara ixtiyarın yoxdur bu bozmağa. Xalqların öz müqəddəratını təyin etmə haqqı isə odur ki, bir dövlətin, belə deyim də, əsasını təşkil edən, yəni həmin o dövləti, belə deyim də, məsələ üçün, talın bir X, Y, Z xalqları birlikdə toplanaraq hər hansısa bir A adında bir dövləti təşkil edirlər. Bax, həmin o X, Y, Z ki var, belə deyim, onlardan hər hansısa biri deyə bilər ki, mən bu vaxta qədər bu dövləti təşkil etmişəm, bundan sonra isə təşkil etmək istəmirəm. Və məsələdə bir nüans da var ki, bax, həmin o Kosovo prezidenti ilə bağlı, həmin o Haqa məhkəməsinin rəyində də bu göstərilir ki, bu məsələnin siyasi, belə deyim də, arxa planının olması, backgroundının olması, yəni burada deyək ki, məsəl üçün tutalım ki, Albaniyanın müəyyən dərəcədə dəstək verməsi, Kosovo məsələsinə və ya Avropa İttifaqının dəstək verməsi və da digər məsələlər o demək deyil ki, Kosovo albanları öz müqəddəratlarını təyin edə bilməzlər. Yəni, beynəlxalq hüquq çərçivəsində bu, tarixi və yaxud da ki, siyasi reallıqlar yox, sırf hüquq nə deyir buna bağlı bu cürlə baxılmaz. Qarabağ məsələsində isə bu o qədər də asan bir məsələ deyil ki, belə deyək ki, Dağlıq Qarabağ Kosovo prezidentindən tanınsın. Əgər ki, bu çox da asan bir məsələ olsaydı, bunu çoxdan bəxdə eləyərdik. Niyə asan deyil bu məsələ? Çünki belə bir sual yaranır. Bunu kim tanıyacaq? Yəni, biz bilirik ki, dünya qütbləşməyə doğru gedir daha hazırda. Yəni, bir qərb dünyası var ki, son dövrlərdə qərb dünyasının özü də artır. Yəni ki, Birləşmiş Krallıq və onun tərəfdarları ətrafı, Amerika Birləşmiş Ştatları və onun tərəfdarları ətrafı və Avropa İttifaqı olaraq 3 hissəyə bölünür hətta müəyyən dərəcədə. Yəni, məsəl üçün, bunlardan kim ilk addım atacaq? Və yaxud ki, məsəl üçün, deyək ki, Rusiya tanıyacaqmı, yəni Dağlıq Qarabağın üstəliyi? Yəni, kim, məsəl üçün, bu ilk addım atacaq? Bu birinci məsələ. İkinci bir məsələ bundan ibarətdir ki, bu addımın atılması gələcəkdə, belə deyim də, üstündən çox keçmədən Türkiyənin tərəfindən Naxçıvanın ilxaq edilməsini gətirib çıxardır. Tam, belə deyim də, onun əlinə əsas verilmiş olacaq ki, biz Naxçıvandakı türklərin, Naxçıvandakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək bahanəsindən gəlib oranı, yəni ki, ilxaq etməyəcək. Bənzəri variant vaxtilə Hatay ərazisində olub. Bilmirəm, indi nə dərəcədə məlumat var, yoxdur izləyicilərdə. Hatay ərazisi bu Suriya Respublikası, Suriya Ərəb Respublikasının ərazisi olub. Bu Atatürkün ölümündən əvvəl, yəni ki, həmin ərazidə Hatay Cümhuriyyəti elan edilib, Hatay Respublikası elan edilmişdi. Üzərindən bir müddət sonra isə, yəni həmin ərazini özlərini götürüb birləşdirdilər. Məsələ ondan ibarət ki, bənzəri hadisə Naxçıvanla da bağlı ola bilər. Dağlıq Qarabağın müstəqilliyinin tanınması bunun baş verməsi üçün çox normal şərait yaratmaq olacaq. Çox təbii bir şey gətirib çıxarır. Bu isə öz növbəsində artıq Azərbaycan Respublikasının özünün dövlət olaraq, yəni ki, mövcud olub olmayacağını sual altına ala bilər. Yəni, və buna hələ ki, nə region dövlətləri, yəni ən azından indilik belə, nə region dövlətləri, nə regionda olan maraqları olan tərəflər hələ ki, hazır deyirlər. Yəni, hər hansısa bir təsəvvür, hər hansısa bir plan yoxdur bundan bağlı. Yəni, bu coğraf söküyü kimi gəldikdə, yəni ki, bunun sonra yığıb yaşlamaq məsələsi var. Çünki Azərbaycan məsələ üçün bu məsələdə gələndirəm. Yəni, necə ki, Azərbaycan-Ermənistan konfliktində Qarabağ məntəqəsi ilə bağlı, bu təkcə Azərbaycan və Ermənistanın daxili məsələləri deyil, və ya iki dövlətin arasında gedən məsələ deyil. Həmçinin Azərbaycan Respublikasının öz daxilində baş verəcək hadisə, baş verə biləsi hadisələr, bu təkcə Azərbaycanın daxili məsələsi deyil. Çünki Azərbaycanın şimalında, belə deyil, şimal tərəfində, sərhədin bu tərəfində ləzgilər avarlardır, bu bir tərəfində də ləzgilər avarlardır. Və ya da ki, məsəl üçün, Azərbaycanın cənub istiqamətində götürsək, biz sərhədin bu tərəfində də talaşlar yaşayır, o bir tərəfində də talaşlar yaşayır. Həmçində, məsələn, həm Dağıstan ərazisidir, həm bu tərəfdədirlər, Şirvan ərazisidir, həm İran ərazisidir. Yəni, bu gələcək, yəni bu təkcə Azərbaycanın daxilində həll olunma biləsi bir məsələ deyil. Həmçinin eyni qaydada Türklər də bu məsələdə istisna deyirlər. Çünki, məsələn, Gürcüstanda da, məsələn, sərhədin bu
bu tərəfdə də türklərdir, o biri tərəfdə də türklərdir. Yəni. Təkcə yəni ki, bu deyil türklərə aiddir, yəni hamısına aiddir. Yəni bu bütün regionu cəhənnəmə çevirərlər. Aydın məsələdir. Çox sağ olun. Mən sizdən təvəqqə edirəm, bizim suallarımız həddindən artıq çoxdur. Hərçənd ki, bizimki debat da olsa, mən çalışıram ki, sizin biliyinizdən, bilgilərinizdən çox istifadə edək və bizim tamaşaçılarımız da bundan bəhrələnsin. Xahiş edirəm, bu sualıma lakanik cavab verin. Sual çoxdur. Bildiyimiz kimi müharibədə əsas üç məsələlər ki var, üç komponent, üç şərt ki var. Bu birinci şərt odur ki, cəbhə bölgəsində, yəni o konflikt həll olunur. Bu və ya digər tərəfin hərbi üstünlüyü demək şəraitində. İkinci və bəlkə də elə birincilərdən biridir, üç şərt var da, diplomatiyadır. Yəni, ölkə rəhbərinin özünü dünya səviyyəsində diplomatiya nə qədər ustalığını göstərib və bu ustalıqdan öz dövlətinə bəhrə, yəni fayda verməsidir. Üçüncü də informasiya müharibəsidir ki, o da demək olar ki, bütün bunları 1, 2, 3-cü yerlərə ayırmaq olmaz. Fəqət əsas şərt cəbhə bölgə, əsas məsələ cəbhədə həll olunur. Siz mənə deyə bilərsiniz ki, Azərbaycan nəyə görə bu müharibədə, informasiya müharibəsində demək olar ki, iflasa uğrayıb, nəyə görə uduzub? Bu, mümkün qədər xahiş edirəm sizdən, siz bunu lakanik cavab verəsiniz. Ona görə ki, sizə növbəti maraqlı sualımız var. Məsələ bundan ibarətdir ki, Azərbaycan niyə informasiya müharibəsində uduzub? Çünki Azərbaycanda, belə deyim, azad media. Yəni, bu fikirləri çatdıra biləsi hər hansısa bir Azərbaycanın özünün media orqanları yox. Yəni, dünya səviyyəsində çıxarıla biləsi mediadan söhbət gedir. Yəni, burada oxu azdır, nə bilim, nə azdır və sayılar belə saytlar nəzərdə tutulur. Yəni, o heç kəsin, yəni, onlarda paylaşılan hər hansı bir informasiyanın dünya səviyyəsində çıxarıla biləsi bir vəziyyəti yoxdur. İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan insanların böyük əksəriyyətinin xarici ölkələrdəki öz həmkarları ilə əlaqəsi yoxdur. Çünki Azərbaycanda jurnalist adı altında işləyən insanların böyük bir əksəriyyəti, mütləq çoxluğu jurnalist deyirlər. Onlar sadəcə olaraq belə deyim, dövlət tərəfindən tikiləcək evlər almaq üçün, nə bilim, müəyyən propagandanın aparılması üçün, müəyyən belə deyim, təbliğatın getməsi üçün mövzular şəxslərdirlər. Onların heç ehtiyacı da yoxdur ki, xaricdə belə deyim, o nüfuzlu media orqanlarına əlaqələri olsun ki, o vasitələ nəsə bir şey olsun. Digər tərəfdən də ki, belə deyil də, Azərbaycan tərəfinin ən böyük səhvi ondan ibarətdir ki, bu 30 il ərzində baş verənlər məsələsi var. Yəni, məsələ üçün tutalım, uzağa gelməm, bir neçə gün öncə Almaniyanın ARD kanalından İlham Əliyev müsahibə verib və orada əsasən Qarabağ məsələsi ilə bağlı danışılsa da ona belə bir sual verilmişdir. Azərbaycanda siyasi məhbuslar varmı? Bu da qalib deyir ki, xeyr, yoxdur Azərbaycanda siyasi məhbuslar. Yəni, indi bu fikri səsləndirən insan, yəni ki, bunu deyir ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. Dünya isə bunu çox qəşəng bilir ki, Azərbaycanda siyasi məhbuslar var. Və bu ifadəni yalan danışırsansa, onun deməli, sənin dediyin digər şeylərdə artıq sual altında düşmüş olur. Və ən əsası da ki, əgər biz diqqət etsək, yəni bu, mənim əlimin altında kifayət qədər, yəni bununla bağlı materiallar, sizinlər və s. vaxtda var ki, belə deyim də, bu inzibati qaydada aparılan bir təbliğat çekilir. Hazır müəyyən qruplara, İngilis dilində, Rus dilində, Alman dilində və digər dillərdə müəyyən materiallar atırlar. Buradan copy-paste edin və Twitterdə, Facebookda, kommentarlarda və s. vaxtda istifadə edin. Və onu istənilən insan girib oxuduqda, sən bunu başa düşürsən ki, bu, belə deyim də, o Azərtacın, nə bilim, ASTV-də işlənən hərbi cümlələrdən ibarət yığılır. Yəni, burada insanın özünün normalda oturub belə cümlə qurması mümkün deyil. Yəni, troll ordusu sən orada yetişirsən. Kim inanacaq, yəni, sənə dedikləri? Haqlı olsan belə buna yanan olmayacaq. Problem ondan ibarət. Və uzun müddət Azərbaycan öz cəbhə bölgəsində və ümumiyyətlə Azərbaycana xarici jurnalistləri buraxmadı. Azərbaycanda xarici QHD-lər yoxdur, beynəlxalq təşkilatlar yoxdur. Təbii ki, inanan olmayacaq ona. Bu qədər. Sağ olun. Bir də sizə söhbətlər çoxdur. Yəni, bu müharibə
ərəfəsində, bu müharibə vaxtında əlbəttə biz vətənlə, əlaqəsə Bakı ilə əlaqəmiz var. Sizin də şübhəsiz ki, əlaqəniz var. Çoxlu suallar meydana gəlir. Mən vuruşan, demək, cəbhədə vuruşan cavanlarımız deyir ki, ən çox, həm vuruşanlar, həm də ki, mülki insanlar, ən çox bu müharibədən yayınanlar, yəni Qarabağ zonasında, yəni torpaqları uğrunda müharibə gedən Zəngilan, Füzuli və Cəbrayıl insanlardır. Yəni oradan, əsili oradan olan insanlarda, hətta mən sizə deyim ki, Lerikin hərbi komissarı Cəbrayıldandır. Elə bir ki, o boyda 70 minlik Lerikdə bir dənə hərbi komissar tapılmadı və bu da bu iktidarın apardığı iyrənc siyasətin acı nəticəsidir. Bugünkü gündə bizim talışlar qırılır. Məsələn, mənə çatan bir xəbərə görə bir Qubadlı cəmaatı vuruşur, Ağdam cəmaatı vuruşur. Yəni, bunlar vuruşurlar. Həqiqətən bunlar vuruşurlar və bir Qubadlı şəhidi, demək, Qubadlıdandır, vuruşda ölüb. Atası ona deyib ki, orada üzürdə olanlar, hətta bunu mənə xəbər verdilər ki, atası ona axırıncı dəfə zəng elədi, deyib ki, bala, biraz ehtiyatlı ol. Deyib, papa, mən nə tər ehtiyatlı olum? Qabaqda hamısı talışlardır. Mən nə tər dalda qalım, ehtiyatlı olum? Yəni, bu müharibənin də öz qayda qanunları var. Ümumiyyətlə, müharibə insanı əlbəttə başqa cürə tərbiyələndirir. Hərçənd ki, orada gürbəcür insanlar var. Mən demək istərdim ki, bu insanlar ki, bayaq siz o məsələyə toxunduğunuz infrastruktura məsələsi, yəni insanlar ora qayıdıb, işləmək, bu cür işlər, aydın məsələdir ki, həm Cəbrayıl, həm Füzuli bu alınan rayonlarda heç nə yoxdur. Yəni, orada yaşayış üçün hələ çoxlu işlər görmək lazımdır. Və o insanlar ki, artıq qaçqın sifətində Bakıda və başqa yerlərdə yaşayırlar, onlara hər cürə imtiyazlar verilir və onlar artıq işləyirlər, yaşayırlar. Onlar məhz bu sadaladığım rayonlar ki var, hansı ki hərbidən yayınırlar, talışlar gedib orada ölür, onlar getmək istəmirlər. Məndə faktlar var, mən istəmirəm elə verilişi bu cür şeylərə həsrliyim. Onlar deyirlər ki, biz oraya niyə getməliyik ki, nə var orada, biz yaşayırıq da burada. Yəni, bu cür iyrənc formada məsələlər var. Məni burada çox hiddətləndirən bir məsələ var. Bunlar planlı şəkildə bizim talış bağlarımızı aparıb məhv edirlər. Bax, mən sizə indi burada istəyirəm video göstərim. İndi bilmirəm, biraz əlbəttə bizim verilişimizdə, bizim söhbətimizdə ora bir diskomfort gətirsə də mən onu göstərməliyəm və bu arada bunu 100 TV adlı Türkiyənin kanalı çəkib. Ən əvvəl bu sərhəd zonasında bir talış balasını çəkib. Bu talış balasının adı Cavanşir Həmidovdur. Səhv eləmirəmsə Lerikin Çayrud kəndindəndir. Sonra o şəhid olub, sonra həmin o kanalın aparıcısı gəlib onların evində demək, veriliş çəkib, müsahibə çəkib. Onun qısa formasını sizə təqdim edirik. Həm tamaşaçılara, həm də siz baxasınız. Sonra bu barədə söhbətləri və bütün bunlar verdiyim söhbətləri, apardığımız debatlara siz öz cavabınızla cavablandırarsınız. Buyurun. Gerekeni yaptı. Cavanşir'in görev yeri sınır hattındaydı. Dağlık bir bölge olan Rerik'te yetiştiği için burada görevlendirilmişti. Çünkü Karabağ'da dağlıktı. Cepheye en çok asker buradan gönderiliyordu. Cavanşir de onlardan biriydi. Başa düşdünüz, nədir? Deyir ki, o videonun, demək bu videonu biz baxdıq bugün, adam dəhşətə gəlir. Deyir ki, Cavanşir dağlıq zonadandır, Talış dağlarındandır. Dağlıq Qarabağ məhz dağlıq zona olduğu üçün məhz ona görə dağda yaşayan talışların çox hissəsini aparırlar ora. Siz başa düşürsünüz bu nə deməkdir? Yəni bunu artıq 100 TV, Türkiyənin 100 TV kanalı etiraf elədi. Bu bizdə artıq kəsilib, saxlanılıb, biz bunu bütün dünyaya yayarıq. Bu artıq faktdır və isbatdır.
İstərdim ki, bütün bu dediklərim mən çox danışdım. Siz öz cavabınızla bəzi şeylərə aydınlıq gətirəsiniz, deyəsiniz və veriləsiz suallarımız hələ çoxdur. Buyurun. Bilirsiniz, məsələ ondan ibarətdir ki, səsləndirilən həmin fikir ki var, lirik ərazisi dağlıqdır, ona görə Dağlıq Qarabağ ərazisində, yəni ki, daha yaxşı vuruşa bilərlər, daha yaxşı məsələ müəyyən fəaliyyətlə məşğul ola bilərlər. Bilirsiniz, bu əslində çox böyük, yəni ki, necə deyim, müəyyən narazılıqlara, haqlı narazılıqlara səbəb ola biləsi ifadədir. Yəni, belə bir şey yol vermək, təbii ki, yəni, necə buna şey mən bilmirəm. Hansı, yəni, ağılla, hansı, savadla buna yol veriblər bilmirəm, amma çox ciddi bir məsələdir ki, belə bir fikir səsləndirilsin. Çünki əks halda belə bir təəssürat yaranır ki, sanki Azərbaycanda dağlıq ərazisi ancaq bir dənə Palas olmasındadır, yəni. Gədəbəy Daşkəsən ərazisi dağlıq ərazidir, yəni, məsəl üçün. Tovuzun da bu aşağı cənub tərəfləri dağlıq ərazidir. Və da Naxçıvan Muxtar Respublikası ərazisi tamamilə demək olar ki, dağlardan ibarətdir və yəni ki, ona görə də yəni həmin o fikir heç də xoş bir fikri deyil əslində. Heç də düzgün bir şey deyil, yəni. Şey olmaz, bunun deyilməsi və s. Digər məsələlərə gəldikdə isə, məsəl üçün deyək ki, həmin o insanlar geri qayıdacaqdır və yaxud da ki, həmin o insanların yenidən qayıtması, ümumiyyətlə bu, həmin o konflikt ərazisində olan insanların Qarabağ konfliktində iştirakı və ümumiyyətlə fikirləri bu barədə. Təbii ki, mən kifayət qədər insana mən də rast gəlmişəm ki, əslində, məsəl üçün, həmin insanların profillərinə Facebookda və s. girib baxsanız, yəni Azərbaycan bayrağı ilə, Qarabağ Azərbaycandır və s. baxıra, ancaq şəxsi söhbət etdikdə həmin insanlarla, yox, mən ora niyə köçməliyəm ki, yəni, məsəl üçün, Sumqayıtda yaşayıram, Gəncədə yaşayıram, Bakıda yaşayıram, yəni, hansı bir böyük şəhərdə yaşayıram, mən niyə köçüb getməliyəm ora? Bu halda, bu məsələyə bir tərəfli baxmaq da düzgün deyil, bir tərəfdən. Məsələ ondan ibarətdir ki, o zaman belə bir sual gəlir ki, əgər ki, getmək istəmirsənsə, köçmək istəmirsənsə, onda bu boyda müharibə niyə girək? Çünki bu müharibə, belə deyil də, genə deyirəm, burada mən təkcə bir məsələni götürmürəm, mən iki məsələni götürürəm. Bir, məsələnin maliyyə tərəfi. Çünki indi biz burada insan tələfatlarından danışırıqsa, bunun maliyyə tərəfi də var həmdə. Biz bunu da unutmamalıyıq. Məsəl üçün, həmin o maliyyəni, belə deyək də, hal-hazırda yaşanılan şəhərlərin düzəldilməsinə xərcləyirlər həmdə. İkinci bir məsələdir ki, insan tələfatı məsələsi. Yəni, bu qədər resurs səfərbər olunub əgər ki, xərclənmirsə və sən getmək istəmirsənsə, ora bu nədir? İkinci bir məsələ ondan ibarətdir ki, o zaman niyə sən saxtakarlıq edirsən, yəni? Vətənpərvərlik və s. Yəni, bu vətənpərvərlik ancaq insanlara göstərilmək üçün. Bu ikinci bir məsələdir. Üçüncü bir məsələ ondan ibarətdir ki, getmək istəmirlər. Yəni, belə deyirlər, 30 il üzərindən keçib bu konfliktin başlamasını. Sonuncu dəfə Azərbaycanlılar orada 30 il bundan qabaq yaşayırlar. Və artıq bir neçə nəsil, belə deyil, Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə göz açırlar, belə deyirlər. Şimdi bir sual yaranır ki, nə qədər insan, məsəl üçün, Bakıdakı yaşayışını qoyub, məsəl üçün, Zəngilana qayıtmaq istəyəcək. Məsələ təkcə orada infrastrukturun və s. olması məsələsi deyil. Yəni, niyə də qayıtmaq istəsin bu? Belə baxdıqda, haradasa baxanda başa düşmək olur bu. Yəni, digər bir məsələ ondan ibarətdir ki, qayıtmaq istəməsələr necə olacaq? Qayıtmaq istəməmək məsələsi biraz qəlizdir. Çünki həmin o rayon əhalisinin böyük bir hissəsi, hansılar ki, məcburi köçkünlərdir, yəni bu rəsmi bu statusu daşıyırlar. O insanların böyük əksəriyyəti hamısı elə öz rayonlarına qeydiyyatda saxlanılır. Yəni, elə məsələn, Zəngilan rayonuna, Füzuli rayonuna, Cəbrayıl rayonuna və s. Onlara verilmiş dövlət tərəfindən evlər də onlara əbədiyyən verilir. Yəni, məsəl üçün, deyək ki, hər hansısa bir X dövrdə Zəngilan rayonu ərazisində, Cəbrayıl rayonu ərazisində, Füzuli rayonu ərazisində yaşayış bərpa ediləndən sonra, onlar üçün orada evlər tikiləndən sonra, onların o Bakıda verilmiş evlər əllərindən alınacaq. İkinci bir məsələ də ki, var burada, məsələn, tutaq ki,
elementar bir şey deyil də. Biz hamımız poliklinikada məsəl üçün qeydiyyatda yox da belə deyək. Müəyyən dövrlər olur ki, bizə arayışlar lazımdır. Məsəl üçün bu arayışı sən başdan ala bilmirsən. Sən vaxta qədər məşğuli köçkündür. Ona görə Bakıda qeydiyyat, məsələn, faktiki yaşadığın ərazidən gedib o poliklinikasından ala bilirsən. Amma sabahlar Zəngilan rayonu alınıbsa, Cəbrayıl Füzuli alınıbsa, yəni sən artıq oradan gedib almalı olacaqsın. Uşaqların məktəbə göndərilməsi prosedurdur həmçinin. Ona görə də yəni böyük narazılıqlarla da olsa, məsələlərdən biri də budur ki, dövlət bu narazılıqların qarşısında olacaq. Böyük bir səsi göndərilməsinə çalışılacaq. Alınacaq bu məsələ, alınmayacaq, mən onu deyə bilmirəm. Yəni, bu vaxtda hər hansı fikrim. İnsanlar getmək istəyirmi, əhəmiyyətli hissəsi getmək istər. Ən azından yarısı, yəni ki, öz regionlarına getmək istər. Haqlı və haqsız səbəblərdən dolayı. Qaldı ki, vuruşmaq məsələsi gəldi. Mən belə deyim də, bununla bağlı statistika yoxdur deyə qarşımda deyə bilərəm. Amma kifayət qədər mən insanları tanıyıram ki, adamlar konflikt ərazisindəndir və ancaq virtual qəhrəmanlıqla, virtual tüfəng şəkli qoysun profillərini qəsərlədir. Amma statistika yoxdur mənim. Ancaq mən bunu deyə bilərəm ki, mənə çox maraqlıdır ki, məsəl üçün İqbal Ağazadənin özü, İqbal Ağazadənin ətrafındakı insanlar və yaxud da məsəl üçün kifayət qədər bizdə bu müğənnilər və üzvdə olan tanınmış insanlar var. Bu insanların nə qədər hissəsi gedib döyüşlərə, ümumiyyətlə gedib. Çünki mən bir neçə gün bundan qabaq İqbal Ağazadənin bizdə bu onlayn telekanalların birində yəni gördüm, müsahibə gördüm. Bilmirəm, bəlkə səngər qazıblar yəni, studiyanın ətrafında. O da səngərdən danışırdı, deyə bilmirəm. Amma mən onu səngərdən məsəl üçün görməmişəm. Amma adam gecə gündüzü oturur, böyük turan qurmaqdan danışır yəni. Sən bir gedələ Qarabağ məsələsində bir döyüş, bir görək sənin fərasətin, sonra get Qurandan danışır adamı deyəmək. Və belə insanların sayı kifayət qədərdir. Ən azından mən indi bilmirəm, bu izləyicilər və siz nə qədər izləyirsiniz. Mənə bəzən göndərirlər bu TikTok deyilən bir sosial şəbəkə var, bir dəqiqəlik təxminən, bir neçə saniyəlik belə videolar hazırlana bilir. Siz oradakı videoları görəsiniz. Siz necə deyim, ancaq belə sözlər, ancaq belə deyim, insanlara reklam xatirinə bir qəhrəmanlıq şeyi. Demirəm, həqiqətən də Qarabağ məsələsi ilə bağlı ciddi şəkildə mövqe qoyan insanlar da var. Yəni, bunların içərisində milliyyətçisi də var, milliyyətçi olmayan da var, fərqi yox. Və də həqiqətən də məsəl üçün o əraziləri gedib yaşamaq istəyən insanlar da var. Kifayət qədər insanlar da var ki, məsəl üçün ki, Qarabağ bölgəsindən deyib digər bölgələrdən, digər regionlardan da, amma məsəl üçün gedib orada işdə qurmaq istəyə bilərlər və s. laxıra. Mənim onların işim yoxdur yəni. İnsan yəni arzulamaqda neysə istəməkdə, yəni sərbəst yəni, neysə onu deyə bilər yəni. Ancaq məsələ ondan ibarətdir ki, mən kifayət qədər insanlar tanıyıram ki, Qarabağ alınsın, mən gedim Şuşaya, İsa bulağının yanına. Sən sadəcə olaraq turizm məqsədi ilə yəni gedib bu qədər insan talafatını gözləyirsən, onda belə çıxıyor. Başa düşürsünüz, bu biraz absurd səslənən bir şeydir. O cünə gözəl rayonlar da onlar qalsın, bizdə olmasın. Yəni, o ki, Alp dağları da çox gözəldir. Nə, İsveçrəyə müharibə elanı edəcəksiniz. Başa düşürsünüz, bu turizm məqsədi ilə müharibə aparmırlar da, yəni. Sənin əgər orada yaşamaq üçün yoxdursa, sən əgər köçüb orada yaşamaq istəmirsən, sənin əgər əlinin altında müharibədən sonra bir dövrlə bağlı hər hansı bir fəaliyyət planı yoxdursa, bu nədə ondur? Elə məhz bəziləri, üzr istəyirəm, sizin sözünüzə müdaxilə edeyim. Mən üzr istəyirəm, bir dəqiqə müdaxilə edeyim sizin sözünüzə, bir dəqiqə zəhmət olmasın. Sizin sözünüzün qüvvəti, mənə biri dedi bu yaxınlardakı o bir orada Qarabağdan gələn qaçqınla söhbət edib, ona deyiblər ki, sizin gözünüz aydın, Zəngilan alındı. Deyib ki, mən Zəngilanın aldığını neyiləm? Mən ora gedəsi deyiləm. Deyiblər, axı sizin torpaq deyir. Getsəm də oranı hesab elə ki, bir daça kimi istifadə edərəm özüm üçün. Mən bu gözəl yaşayışı, firavan həyatı qoyum, hara gedim? Hər şey burada. Yəni, bu cür sizin sözünüzün qüvvəti bu oldu. Və mən istərdim ki, üzr istəyirəm ki, sözünüzü kəsdim. Bilirəm, siz hələ çox danışa bilərdiniz. Sadəcə olaraq sizin sözünüzün qüvvəti söz ardı olaraq bu qədər bizim Talış
cavanlarının orada ölməsi, bilmirəm, onlar üçün gələcəyinə, onların millətinin kollektiv surətə haqqının pozulmasına nə nəticələr verə bilər? Mən belə başa düşürəm ki, bütün bu sosial səhifələrdə yazılanlar, ümumiyyətlə bu onu göstərir ki, bu termometrdir də cəmiyyətin ki, Talışı bir millət kimi yaxşı heç nə gözləmir. Yenə deyirəm sizə. Və bu artıq özünü göstərməkdədir, hələ müharibə bu formadadır. Bildiyiniz kimi Xoşqədəm Hidayət qızı adlı bir aparıcı var. O televiziya ekranında belə bir cümlə işlədib ki, hətta talışlar da döyüşür. Yəni o, nə bilim, bir veriliş aparır, bu da müharibəyə görə, nə bilim, kiməsə kömək, nə bilim, neysə. Ümumiyyətlə, bunlar bilirsiniz də, bu televiziya ekranlarında oturub, səhv eləmirəmsə, onun famili Baxşəliyevadır. Elə o, məncə, elə özü də Qarabağlıdır, səhv eləmirəmsə. Siz bunu məndən yaxşı bilərsiniz. Və bugünkü gündə Talış bağlarımız, Talış qardaşlarımız gedib orada şəhid olur, öz həyat yoldaşlarını, övladlarını kimə saxlayırlar? Bu da hələ gələcəkdə bildiyimiz kimi çox böyük problemlər yaradacaq. Talış xalqı üçün böyük problemlər yaradacaq ki, ümumiyyətlə sözün əsl mənasında bu insanlar gedir, bu insanların ailələri, uşaqları necə olacaq? Və biz görürük ki, bu Azərbaycanda olan bu cür iqtidarla, bu cür insanlara münasibətlə əlbəttə onların vəziyyəti çox acınacaqlı olacaq. Biz istəmirik ki, olsun acınacaqlı. Bəziləri deyər ki, bunlar pessimist demək nəzərlərlə bu cür işlərə baxırlar. Biz istəyirik optimist, mənəm ümumiyyətlə optimistəm, istəyirəm yaxşı olsun. Amma əfsuslar olsun ki, bu 30 il Azərbaycanın müstəqillik həyatı, müstəqillik dövlətçiliyi, belə deyək də, göstərdi ki, bizə burada bunlar heç vaxt Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq üçün yox, bunlar yalnız və yalnız öz şəxsi rifahlarını və kapitallarını çoxaldıb yaxşılaşdırmaq üçün çalışırlar. Və bütün bundan yanaşı Xoşqədəmin belə bir söz deməsi ekranda, yəni cümlə belə qurub deyib, ya hətta Talışlar da gedib vuruşub. Bu da Talış xalqına böyük bir siqnaldır və növbəti təhqirdir. Bu nə qədər indiyəcən təhqirlər olub. Baxmayaraq ki, bütün bunlarla yanaşı Talışlar gedib yenə orada vuruşurlar, canlarını verirlər, həyatlarını qurban verirlər və gələcəkdə olan sosial nəticələrin acı nəticəsini, yəni acı aqibətini görmürlər. İstərdim bu barədə sizin nə... Həmin o görməmişəm. Mən həmin o çıxışını görməmişəm. Açığı mən internetdə gördüyüm bir neçə şəxs də yazmışdı ki, zəhmət olmasa həmin o çıxışın fikrini atarsınız. Sonra baxmadım. Yəni bildiyim qədərilə olan adamlar bilmir. Yəni link görmədim. Mən həmin o insanın çıxışına qulaq asmamışam. Sadəcə olaraq, belə deyim, yazı formatında bir çox insanlar bunu yazıblar, sevdilər. Hətta, məsəl üçün, mənə biraz maraqlı gələn bu məsələdə o oldu ki, məsələn, təkcə Talışda deyil, ümumiyyətlə, kifayət qədər insan oldu ki, bu ifadə, yəni, bizlər də, tatların da içərisində, ləzgilərin içərisində, havanların içərisində, digərlərin içərisində kifayət qədər oldu ki, bu məsələdə biraz, yəni ki, bir növ sərt reaksiya verildi ki, yəni, bu nə ifadədir, yəni, həqiqətən də bu heç də düzgün bir şey deyil. Yəni, ancaq ki, biz bir tərəfdən, digər tərəfdən də baxa bilərik də bu ifadədə. Yəni, hətta Talışlar da bunu edirlər. Yəni, bizim Talışlara etdiyimiz bu qədər şeydən sonra, hətta onlar belə gedirlər, yəni ki, Qarabağ uğrunda döyüşürlər. Yəni, sabahları belə bir açıqlama versə ki, Xoşqədəm Hidayət qızı, mən bu mənada deyəcəm, mən təəccüblənmirəm. Çünki həmişə, belə deyim, müəyyən bir ifadəni işlədirlər, bilərəkdən ya bilməyərəkdən. Ondan sonra çıxıb onu bir növ malolamağa çalışırlar. Yəni. Məsələ ondan ibarətdir ki, belə deyirlər, mən ona görə deyirəm ki, bu 30 il ərzində biz bu müharibəyə hazır olmalıyıq. Sən heç bir şey hazır deyilsən, yəni sənin əlinin altında savadlı kadrlar yoxdur qalacaq. Ölkədə olan bütün savadlı kadrlar, hamısı o, nə ki, gənclər və sarılarlar, hamısı ölkədən qaçmışdır. İndi gəlib etiraz edənlər olacaq ki, yox, bizdə kifayət qədər kadrlar zətlər var, uzağa gedmirlər məsəl. Yay aylarında, bu pandemiyanın ən belə pik dövrlərində,
Həmin o gənclər idi ki, yığışmışlar, Polşa səfirliyinə müraciət etmək istəyirlər ki, toplu ərizə ilə ki, siz Allah viza şöbəsini açın, bir viza almaq istəyirik. Başa düşürsünüz, yəni bu 30 il ərzində yəni ki, biz bu kadrları itirmişik. Əlimizdə olan da ancaq xoşqədəmdir. Nə bilim, belə adamlar da yəni də belə deyil. O insanların da savadı yoxdur, danışıq qabiliyyəti yoxdur yəni. Ən azından biz iyul ayında gördük də çıxıb Müdafiə Nazirliyinin nümayəndəsi deyir ki, biz Mesamorov atom elektrik stansiyasına. Yəni bu hər dəfə nə qədər olar ki, sən məsəl üçün ətrafı yığacaq kadrın da yoxdur sənin. Yığmırsan ətrafı bu insanları verirsən qabağa, hər dəfə nəsə bir səhv bir ifadəni işlədirlər, ya onu sildirirsən, sonra inzibati qaydada haransa çıxardırsan, ya necəsə onu malallamağa çalışırsan. Bu nə qədər davam edəcək? Yəni ona görə bu təkcə xoşqədəm idarəçisi məsələsi, yəni xoşqədəm gəlmirəm, yəni mən görməmişim o vizyonu, ona görə mühakimə edə bilmərəm, amma olubsa da belə çox böyük səhv edib, yəni təbii ki. Və onun təkcə talışlar deyil, hamı bu məsələdə etiraz etməlidir. Yəni. Bugün talışlar sabah o başqası üçün də deyəcək. Digər bir məsələ isə belə deyək də, gələn bu 30 illik belə deyək fəaliyyətin, 30 illik təhsil sisteminin, 30 illik mədəniyyət sisteminin məntiqli nəticəsidir. Yəni. Siz başqa nə gözləyirsiniz? Yəni Einstein yetişməlidir ya Azərbaycanda, yəni bu təhsil sistemi. Yəni, en azından mən o dərslikləri görmüşəm də, nə gün yazdım. Yəni, mən o təhsil sistemi. Yəni, ona görə də məsələn, Azərbaycanın hər hansı bir, belə deyək, dırnaq arasında elm xadiminin, belə deyək, o Milli Elmlər Akademiyasında doldu orada. Heç birinin bir dənə nə məqaləsi dərc olunur xarici jurnallarda, mı deyək, ya hansı elmi konferanslara gedir. Getdiyi də maksimal dərəcədə Türkiye'yə gidəcəklər, nə bilim, Turan quracaqlar orada, böyük Türk dövləti quracaqlar, dair bütün daha Çinlilərdən tutun Hindistana qədər, ərəblərə qədər hamısı Türk əsilli elan edəcəklər, qaydı gələcəkdə təzən biləcəklər. Yəni, ondan o tərəfə bir şey yoxdur əl altında. 30 illik, yəni ki, fəaliyyətin məntiqli nəticəsi bu. Bu qədər. Çox sağ olun. Demək, bir məsələyə toxunmaq istərdik. Artıq bizim söhbətimiz demək, gəlir öz son məzralarına çatmaq istəyir. Bildiyiniz kimi, dünən səhv eləmirəmsə, ya dünən ya birisi gün ümumiyyətlə Bakıda bir-birindən fərqli olaraq iki cür miting və mənə çatan xəbərə görə, yəni mən sosial şəbəkələrdə gördüm, orada bir Zabelin adlı bir deputat var, o həmişə deputatdır, Rus icmasının böyüyü. Onun ya böyüklüyü ilə, ağsaqqallığı ilə bugünkü günəcən Rus, Fars, Erməni, bunlar Türkün düşməni deyən cəmiyyət Rusiyadan qovulan, yəni təxribatçı Fuad Abbasovun başçılığı ilə, ağsaqqallığı ilə o çəkib yayıb bunu. Bu cür bir avtoyürüş keçirdiblər Bakıda. Orada Türkiyə bayrağı, Rusiya bayrağı və Azərbaycan bayraqları demək, nümayiş etdirməklə bu cür ya həmrəylik yürüyüşü keçirdiblər Bakıda. Yəni, bu nə deməkdir? Bugünkü gündə bu cür regionda NATO qoşunlarına rəvaz verib, yəni Türkiyə NATO qoşunudur da, ölkədə əlbəttə ki, o təlim keçirdə bilər. Birbaşa bütün, yəni Azərbaycanda birbaşa bunların müdaxiləsi artıq var, görünür. Hərçənd ki, Rusiya özünü bu işdə çox diplomatik aparır, İranda həmçinin. İstəyirlər ki, bütün bunları diplomatiya yolu ilə yola qoysunlar. İndi bilmirəm bu nə tər alınacaq, necə olacaq, biz bunu görürük. Allah eləməsin ki, artıq Suriya vəziyyətinin Azərbaycanda demək olmasına rəvaz verirlər. Allah eləməsin bunu, biz bunu istəmirik. Amma faktlar bütün bunu onu göstərir. Yəni, iqamələr, iqamə deyirlər də görüş, giriş məsələləri, giriş söhbətləri. Və bütün bununla yanaşı bu miting keçirilir Bakıda, bunu göstərirlər. Bu yandan da Rus, Fars, Erməni, bunlar Türkün düşməni, İran səfirliyi qarşısında bir 10-15 nəfər başı pozuq çıxır, bunları söyür. Bunlar axı nə deməkdir? Bunlar bu necə axı məsələdir? Bu məsələ Azərbaycanda ümumiyyətlə bütün bu Azərbaycanın siyasi establishmenti hara baxır?
Kim bunlara rəhbərlik edir? Kim bunları demək bütün bu siyasi necə deyirlər istiqamətlərə istiqamətləndirir? Bu nə deməkdir axı? Ümumiyyətlə Azərbaycanın bu cür özünü həm İrana qarşı son zamanlar, həm Rusiyaya qarşı insanlar bu cür özlərini aparırlar və bunun fonunda, yəni negativ apardıqları bir halda, bunun fonunda bunlar götürürlər bu cür bir miting təşkillər və mənim üçün maraqlı olan bilirsiniz nə idi? Nəyə görə məhz İran bayrağı yox idi orada. Bu bir, ikinci və İran səfirliyi qarşısında bu cür hörmətsizlik. İstərdim ki, bu barədə öz fikrinizi lakanik sürətlə deyəsiniz. Lakanik. Əgər ki, Azərbaycan Respublikası həqiqətən müstəqil dövlətdir, Azərbaycan Respublikasının həqiqətən də qanunvericiliyi ilə təsdiq olunmuş bir dənə dövlət rəmzi varsa və həmin o dövlət rəmzi Azərbaycanın bütünlükdə, yəni konkret olaraq məsəl üçün burada hansısa bir dini kəsimi və ya hansısa bir milli kəsimi yox, hamını əhatə edən bir rəmzdirsə, bu halda nə Rus bayrağına, nə Türk bayrağına, nə İran bayrağına ehtiyac yoxdur. Yəni Azərbaycan Respublikası müstəqil respublikadır. Yəni belə deyək də bu yığma yəni necə deyim, bunların hamısının ortaq dövləti deyil ki. Xeyr, koloniyada da deyil mən bildiyim qədərlə Azərbaycanda. Yəni ona görə də yəni ən azından rəsmən belə deyil. Bu halda yəni ki, Azərbaycan Respublikasında bir dənə dövlət rəmzi ola bilər olsun. O da yaxşı olar ki, yəni hamını əhatə edən bir rəmzi olardı. Yəni təkcə bir kəsimi yox. İkinci bir məsələ. Dediyimiz, mən bir məsələyə yəni fikrimi söyləyeyim, bu Suriya variantı məsələsinə. Bilirsiniz, Azərbaycanda bu təhlükə var. Ola bilərmi? Ola bilər. Bəzən məsəl üçün oturub sevinirlər, belə edirlər ki, məsəl üçün tutalım ki, Amerika belə deyək ki, hər hansısa bir ölkə İrana müdaxilə edə bilsə və sarılarla İran Azərbaycana ayrılacaq və sarılarla. İndi bu məsələlər nə dərəcədə realdır, qeyri-realdır, mən qoyuram bunu bir tərəfə, amma hamının unutduğu bir məsələ var ki, sabahları İrana hər hansısa bir müdaxilə olunursa, çox böyük bir miqrant axını olacaq və bu Qafqaza doğru hamısı gələcək. Və əgər kimsə oturub düşünürsə ki, Azərbaycan Respublikası ərazisinə ancaq türklər gələcəklər, yəni İran Azərbaycanlı türkləri, bunu yanılırlar. İranda tatlarla talışlar da var. Və mən açığı bir məsələni deyim ki, İranın tatları və İranın talışları Azərbaycanın bir çox tatları və talışlarından çox-çox fərqli insanlardır. Siyasi düşüncə baxımından da, yəni ideyalar baxımından da, fikirlər baxımından da. Gələnlər başladılar, təkan verirlər məsələdə. Yəni, o demək deyil ki, sabahları İranın nəsə olsun, yəni Azərbaycan güllük-gülistanlıq vəziyyətində qala biləcək. Yəni. Bu bir. İkinci bir məsələ, mən indi İran məsələsini qoyum, yəni qırağa Azərbaycanın seyləsi, yəni Suriya dönə bilərmi? Dönə bilər kesinliklə. Amma bu Suriya qədər uzun çəkəsi və Suriyadakı dağıntılar qədər uzun çəkəsi bir məsələ olmayacaq. Azərbaycanda Suriya məsələsi nəyə görə alınan deyil? Çünki belə deyək də, Azərbaycan 3 dənə dövlətin kəsişməsində yerləşən bir dövlətdir. İran, Rusiya, Türkiyə. Azərbaycan Respublikasına yatırımlar etmiş bir çox dövlətlər var. Bura qərb dövlətləri də daxildir, bura Rusiyada, İranda, Türkiyədə daxildir. Heç kəs öz yatırımlarının batmasını istəməz. Suriyada isə məsəl üçün bu belə deyildi. Yəni, Suriya ancaq Türkiyə ilə sərhəddə olan bir dövlət idi və onsuz da onun Suriya ilə olan sərhədyanı bölgələrdə onsuz da vəziyyət yəni, o qədər yaxşı deyildi. Digər tərəfdən Suriyaya nə qədər yatırım var idi, yəni, bu məsələ də var. Yəni, Azərbaycan bu baxımdan da fərqlidir və digər tərəfdən də ki, Azərbaycanın geopolitik mövqeyi, əgər siz xəritəni açıb diqqətlə qoysanız qabağınıza, Türkiyənin müdaxilə edə biləcəyi yeganə bir Naxçıvandır, ondan tərəfəsi deyil. Azərbaycanın qalan əsas hissəsi isə Rusiya ilə İranın arasında ilişib qalmış ərazidir. Rusiya ilə İranın münasibətləri çox normaldır deyə. Yəni, əgər ki, Azərbaycanda hər hansısa bir qarşılıq yaranarsa, bu Suriya senarisi üzrə yox, böyük ehtimalla, yəni mən bunu deyə bilmərəm, belə ola bilər, yoxsa belə olacaq, bu Yugoslaviya senarisi üzrə gedirlər.
bu Suriya senaryosu üzrə gedən deyil. Çünki Suriya tamamilə başqa bir dövlətdir. Suriyanın insanları tamam başqa bir insanlardır. Azərbaycanın insanları tamam başqa bir insanlar. Azərbaycan insanı yaxşıdır, məsəl üçün deyə biləcəksiniz ki, ola bilər ki, kimsə etiraz etsin ki, yox, biz buna imkan verməliyik və s. Mən iki məsələni xatırladım. Biri bu Azərbaycanın tarixindən olmuş bir hissədir, biri isə bugünümüzün reallığıdır. Tarixi məsələdən biz baxsaq bu məsələyə, mən xatırladım ki, 82-ci ildə Brejnev Bakıya gələndə, Heydər Əliyev ona Dəmir yolu vağzalında qarşılayanda, heç kəsin ağlından belə keçmirdi ki, cəmi cümlətanı 6 il keçəcək, Azərbaycanlılar da ermənilər düşmən olacaqlar dediklərindən. Cəmi cümlətanın haradasa bir 7-8 il keçəcək, artıq meydan hərəkatı zad başlayacaq hamısı. Və 9 ildən sonra ümumiyyətlə SSR deyilən bir dövlət qalmayacaq. Mən məsəl üçün kommunizmi ideoloji cəhətdən qəbul etməsəm belə, amma bunu etiraf etməyə lazımdır ki, kommunizm kifayət qədər güclü bir ideologiyadır. Qəbul etməsəm belə, bu reallıqdır. SSR-nin yəni təkcə ideoloji bazası yox, sosial bazası da var idi. Yəni insanlar ən azından belə deyil, bu ev almaq üçün, iş üçün və digər məsələlərdən dolayı və üstəlik də burada Stalin repressiyalarının müəyyən qorxusu da qalmışdı elə insanların canında belə. Ona baxmayaraq belə SSR dağıldı yəni, qala bilmədi yəni. Bu reallığı da var. Digər tərəfdən də Azərbaycanın bugünkü reallığı da məsələn. Azərbaycan xalqı rahatlığa alışmış xalq. Bunu unutmaq lazım deyil. Biz əməlli başlı, yəni ciddi şəkildə rahatlığa alışmış xalq. Azərbaycanda devalvasiya oldu. Minlərlə insan təkcə Almaniyaya gəldi. Təkcə Almaniyaya. Bu hələ qaçqın kimi gələn insanlardılar. Mən hələ təhsil yolu ilə, nə bilim, iş vizası ilə və digər vizalarla məsələn Azərbaycandan çıxan əhali mən nəzərdə tuturam. Yəni Türkiyəsi var, Gürcüstanı var, Rusiyası var və digərləri var. Yəni biz onu xalq olaraq həll etmək istəmədik. Biz qaçmağı üstün tutduq yəni. Yəni mən Azərbaycanı bütünlükdə mən nəzərdə tuturam yəni bu məsələdə. Yaxud məsəl üçün digər bir məsələni götürək. Elementar şəkildə bu pandemiya dövründə, bu həftə sonları bu evdə oturmaq məsələsindən bağlı bu qərarlar qəbul olunanda mən xatırladım, 2-ci ya 3-cü həftə idi. 5-ci gün, yəni ki, axşama doğru 200 mindən yaxın maşın tərk edilmişdi Bakı şəhərində. 200 min. Bu dövlətin etiraf etdiyi rəqəm idi. Bu bilsiz nə deməkdir? Yəni, mən hələ qabaqcadan gedənləri, belə deyil, torpaq yolla aradan çıxanları və s. hesablamıyorum. Və hələ dövlətin o azaltdığı rəqəmi də bilmirəm. Dövlətin etiraf etdiyi rəqəmi deyil. 200 min civarında insan, 200 min civarında harca maşın Bakı şəhərini tərk etmişdi. Yəni 2 gün evdə oturmaq istəməmişdi insanlar. Haqlıydılar oturmaq istəmədikləri. Yəni bu mən demirəm ki, niyə görə belədir, amma yəni demək istədiyim onlara ibarətdir ki, biz rahatlığa alışmış insanlarıq. Yəni bu xalq belə deyək də son bunun 150 illik tarixini götürür, yəni Azərbaycan əhalisini götürür. Türkündə, Tatlıda, Talışında, Ləzgisidə var. Yəni nə qədər bizə ad veriblər. Gah gəldilər Türklərə dedilər ki, sən Qafqaz tatarsan. Sonra gəldilər ki, tatarsan. Sonra gəldilər Azərbaycan tatarsan. Sonra gəldilər ki, türksən. Ən axırda Azərbaycanlısın. Tatların məsəl üçün də başına bu oyunu gətirdilər. Gah gəldilər ki, Qafqaz farsısı. Sonra gəldilər dedilər ki, yox, ümumiyyətlə farsısı. Sonra gəldilər dedilər ki, yox, tatsız. Sonra da gəldilər ki, yox, Azərbaycanlısın. Dağ yerlərində qalanlar da tat olaraq yazılıblar elə. O indi 25 min göstərilir. Statistikası 25 min. Yəni o həmin o dağda qalanları da elə deyildi, ancaq yazdılar tapılır. Qalan hamısı yazdılar Azərbaycanda olan. Yəni biz necə deyilir, biz artıq onda etiraz etməliyiksə, belə deyil. Yəni haqlı və haqsız səbəblərdən. İndi də etiraz olmayır. Uzaqbaşı Facebookda status yazılacaq bundan bağlı. İndi ola bilər ki, müəyyən qruplar, aksiyalar, zətlər təşkil etsinlər. Etsinlər də sonra. Yəni Azərbaycanda bu Suriya senaryosu alınır bilməz. Yəni biz heç birimiz əlimizə avtomat alıb gedib döyüşəsi deyilik. Yəni rayonlar bir-birindən dalaşası deyil. Yəni bizdə bunu mən təsəvvür edə bilmirəm ki, bir Qusarlı, bir Cəllabadlıya silah çəksin üstünə və ya da bir Bakılı, bir Ağsuluya silah çəksin. Yəni bizdə o mədəniyyət də yoxdur yəni. Biz onu bacarmayacağıq eləməyə. Bizdə ona imkan verən də olmayacaq. Biz bunu istəmiş olsaq belə bizə bunu imkan verməyəcəklər. Görsələr ki, hadisələr buna doğru gedir, özləri götürəcəklər. Yəni Yugoslaviya senaryosunu tətbiq edəcəklər, tutarlı getdiyə. Ona görə də biz bu ona görə də bütün bu məsələlərlə bağlı həmişə deyil. Bacardığım, yəni imkanlarım olduğu qədərilə, yəni bu əlimdə altında bir fürsət varsa bunu həmişə demək istəyirəm ki, yəni emosiyalara qapılıb hansısa siyasi ideallar səsləndirir, utopiyalar içərisində yaşamayın yəni. Necə deyim,
Bu gününüzlə yaşayın və reallıqlarla hesablaşın. Mən məsəl üçün mən optimist deyiləm. Mən pessimist də deyiləm. Mən daha çox realizmə yaxın olmağı sevirəm. Məsələ də ondan ibarət ki, reallıqlarla hərəkət etmək lazımdır. Biz əgər ki, reallıqlarla hərəkət etməyi öyrənməsək, uçurumun astanasına gəlib çatmışıq. O uçurumdan yuvarlanacaq aşağı. Bax, onda da artıq gəlib heç kəs deməsin ki, niyə bu belə oldu? Yəni, bax, bu məsələ, sabahları artıq ağlamağın, sızlamağın, şikayət etməyin, nə bilim, kimisə oturub günahkar çıxartmağın mənası yoxdur məsələ. Ona görə də o belə deyim, hamı ağlını başına yığıb, o böyüklərimizin belə bir sözü var, həmişə deyirdi ki, papağımızı qoyun qabağımızı 100 kilo. Hamı fikirləşməlidir ki, yəni, bu gedişat deyil, yəni. Utopiyalar içərisində yaşamağı dayandırmaq lazımdır. Bu qədər. Çox sağ olun. Sözün doğrusu elə bizim bugünkü söhbətimiz də axır sona çatmaq üzrədir vaxtı. Bununla da yanaşı biz öz tamaşaçılarımıza xatırlatmaq istərdik ki, bugünkü müsahibimiz TAT Xalq Hərəkatının faal üzvlərindən biri olan qardaşımız, hal-hazırda Almaniyada mühacirət həyatını sürən Nicat İmran idi. Nicat qardaş, çox sağ olun. Biz çox şad olduq ki, siz bu çətin vəziyyətdə, bu çətin gündə vaxt tapıb bizimlə müsahib oldunuz. Sağ olun, Allah'a emanet olun.